Hər vaxtınız xeyir olsun. 9 sot torpaq sahəsində 3 mərtəbə plus mansard 9 otaqlı həyət evi satışa çıxıbdır. Bütün evin fasadı aqlay daşlarla üzlənib, yerləşdiyi yerdə hündür yerdir. Sənəd də kubcadır. Kənarları kolonlu, 4 yerdən də monolit betonu var. Qeyd etdiyim kimi hündür yerdə inşa olunub. Burada həyət üçün sanitar qovşağı, həyət qapısı da pultla idarə olunur və burada da yay mətbəxi və belə bir bağlı besetkası var. Evin yerləşmə yeri Nizami rayon Qaraqarayevdir və bu besetkanın üstü də monolit betondur. Manqalı və aşağı hissədə də böyük qarajı var. Qeyd etdiyim kimi ümumi 9 sotda inşa olunub. Əşyalı satılır. Və bura qaraj hissəsidir. Yol tərəfdən də girişi var. Və tırnacor zalı kimi istifadə olunur. Tam təmirli həyət evidir, şəxsi tikilidir. Satış zamanı da əşyalar evdə qalacaq. Bağlı, bağçalı həyət evidir. Daxil olduq evə. Burada böyük qonaq otağı, mətbəx. Satış zamanı da əşyalar evdə qalacaq. Və qeyd etdiyim kimi əşyalı satılır. 4 mərtəbədən ibarətdir. Mərtəbələr arası da monolit betondur. Solda bir yataq otağı və hər yataq otağın daxilində də hamam və sanitar qovşağı var. Bu bir hamam otağı. İkinci hamam otağı. İkinci mərtəbənin dəhlizi. Sağ tərəfdə də hamam və sanitar qovşaq. Bir yataq otağı. Bu yataq otağın daxilində də hamam otağı var. Bu qapıdan da eyvana çıxışı var. İkinci yataq otağı, ikinci mərtəbəyə aid. Və sağda üçüncü otaq. Və üçüncü mərtəbə. Sağda hamam və sanitar qovşağı. Yataq otağı. Bu yataq otağın daxilində də hamam otağı var. Və bu qapıdan da eyvana çıxış var. Üçüncü mərtəbənin ikinci yataq otağı. Ev ümumilikdə mansarla birlikdə 9 otaqdan ibarətdir. 9 sotdan inşa olunub. 6 sanitar qovşağı var. Və 4-cü mərtəbəsi böyük mansardır. Və burada mansarı. Mərtəbələr arası monolit betondur. Qaraqarayevdə yerləşir. 9 sotda 3 mərtəbə plus mansardır. Qiyməti 2 milyon manat. Qiyməti yenidən qeyd edim 2 milyon manat. Hündür yerdə inşa olunub. Əlavə sualların üstündə nömrə ilə əlaqə saxlaya bilərsiniz.